mövzum Mark İncili 2-ci fəsildən olacaq və biz bu günləri bir neçə mövzuda danışacağıq və Allahın kəlamını müzakirə eləyəcəyik. Onlardan biri burada Mark İncili 2-ci fəsildə yazılıb. Yazılıb ki, bir neçə gün sonra İsa yenə Kefernahuma gedəndə onun evdə olma xəbəri yayıldı. O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə yer qalmamışdı. İsa onlara kəlam vəz edirdi. Adamlar 4 nəfərin daşıdığı bir iflici onun yanına gətirdilər. Amma böyük izdihama görə onu İsa'ya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb, yer açandan sonra iflici yatdığı döşəklə bir yerdə aşağı indirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: "Oğlum, günahların bağışlandı." Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: "Bu adam niyə belə danışır? Bu ki küfürdür. Tək Allahdan başqa günahları kim bağışlaya bilər?" İsa dərhal ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: "Niyə ürəyinizdə belə düşünürsünüz? Bax, hansı daha asandır? İflicə günahların bağışlandı deməkmi, yoxsa qalx döşəyini götür və yeri demək? Lakin siz bilin ki, bəşər oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var." Və iflicə dedi: "Sənə deyirəm, qalx döşəyini götür və evinə get." Və xəstə qalxdı, dərhal döşəyini götürdü və evə getdi. Şükür olsun Rəbbimizə, bu maraqlı bir yerdir və biz vəz boyunca bir neçə buna bənzər yerlərə toxunacağıq. Və birincisi, burada İsa Məsihin bir neçə xüsusiyyəti göstərir. Bugün səhər bir videoya baxdım, bizim vəzlərin qrupuna atılmışdı və orada bir insan deyir ki, İsa heç vaxtı Allah ola bilməz, Allahın oğlu ola bilməz, filan beşməkan. Amma baxın, burada görün nə yazılıb. İsa Məsih yaxınlaşır iflicə və deyir ki, sənin günahların bağışlandı. Və o dəqiqə qıraqdan o tipdə insanlar gəlir və deyir ki, sən küfür danışırsan. Yalnız Allah günahları bağışlaya bilər. İsa deyir, yaxşı, sizin fikrinizdə hansı daha asandır? Buna demək ki, bu iflicə demək ki, sənin günahların bağışlandı, yoxsa qalx döşəyi götür. İflic adam bilirsiniz nə deməkdir? Yəni onun heç bir bədəninin üzvü işləmir, iflicdir. Tam paralizovan adam. Tamamən bədənində heç bir əzələ işləmir. Yəni o vəziyyətdəydir ki, o adamı xərəkdə gətiriblər də ora, o 4 nəfər. O 4 dostdur. Təbii ki, daha asan da olar demək ki, günahların bağışlandı. Sözün arxasında nə durub? İndi o internetdə olaraq ağzına gələn kommenti yazır, bilir ki, cavabdeh deyir, bilir ki, dalında duran yoxdur. Kim deyə sənə tanıyan orada? Bunlar da elə. Daha asan nədir? Demək ki, günahların bağışlandı. Çünki günahların bağışlanmağı görünmür. Amma İsa Məsih deyir ki, bəli, mən bunu deyirəm və sözün arxasında dururam və dalıcan da deyir ki, qalx, döşəyi götür və get. Onu demək daha asan, daha çətindir, daha ağırdır. Çünki deyərsən qalx, adam qalxmaz. Adamı daşqalaq eləyərlər sonra. Amma İsa Məsih deyir ki, demirsiniz ki, bunu ancaq Allah bağışlaya bilər günahları. Baxın, bağışlayıram və dalıcan deyirəm, qalx, döşəyi götür və yeri get. Burada İsa'nın o gücünü göstərir. O güc hansı ki, yalnız Allah'ta var. İkincisi, İsa'nın bir xüsusiyyətini də göstərir. İsa Məsih onların fikirlərini oxuyurdu. İnsanın fikrini Allah'tan başqa heç kim bilə bilməz. Biz təxmini tuta bilərik. Məsələn, görəndə ki, kimsə bizə çəp-çəp baxır, digərindən çəp-çəp baxırsın. Bilirik ki, nəsə pis şey fikirləşir. Görəndə ki, kimsə bizə gülə-gülə baxır, təxmini niyyətini tuta bilərik. Amma İsa Məsih onların nə fikirləşdiyini onların üzünə dedi. Niyə elə pis şey fikirləşirsiniz? Birbaşa. Bunu Allah'tan başqa heç kim deyə bilməz. Baxın, müqəddəs kitabda düzdür, İsa Məsihə peyğəmbər deyirlər, amma insanlar deyir. Bu bir. İkincisi, müqəddəs kitabda peyğəmbər olanlar da
o şəxslərdir ki, kimlər ki deyirlər ki, xilaskar gələcək. Hər adam peyğəmbər deyildi. Hər öncədən nə isə deyən peyğəmbər deyildi müqəddəs kitaba görə. Və maraqlısı bilirsiniz nədir? Bu insan, hansı ki iflic idi, onun heç bir ümidi yox idi. Heç bir ümidi yox idi. Və ona yeganə şəfanı verən İsa Məsih oldu. İkinci maraqlı bir şey var idi ki, o insanın 4 dənə də orada dostu var idi. Hansılar ki onu İsa'nın yanına gətirdilər. Bizə elə dostlar həmişə lazımdır. Çünki bu dünyada heç kimə çox vaxtı kömək eləmir. İsa Məsihən o iflicə şəfa verməsi çox asandı idi. Daha çətin olan o iflicin xilas olması idi. İsa Məsih hər bir xəstəliyə şəfa verməyə qadirdir. Bir çox burada oturan insanlar deyə bilər ki, Rəbb onlara necə şəfa verib. Amma çox az adam var ki, hansılar ki, xilas olacaq. Və İsa Məsih gəlməmişdi o insana şəfa verməyə. İsa Məsih onunla qarşılaşdı ki, onu xilas eləsin. Onun günahlarını bağışlasın. Mənim həyatımda bir xəstəliyim var, hansı ki, mən 20 ildən artıqdır daşıyıram və mən o xəstəliyə görə çox da narahat deyiləm. Çox vaxt dua da eləmirəm. Kimsə mənim üçün eləyir, sağ olsun, amma mən dua etmirəm. Məni narahat eləyən mənim günahlarımdır, hansına görə ki, mən hər dəfə tövbə eləyirəm. Deyirəm, ya Rəbb, mənə bağışla. Çünki mən başa düşürəm ki, o xəstəliyi mənə cəhənnəmə atmayacaq. Amma mənim günahlarım hansılar ki, məni Allahdan ayırır, onlar mənim həyatımı bərbad vəziyyətə qoyacaq. Biz çox vaxtı fiziki şeylərə, gözümüz gördüyümüz şeylərə görə narahat oluruq. Mənim bugün pulum yoxdur, mənim bugün çətinliyim var, mənim evimin kirayəsinin vaxtıdır, mənim filan şeyim var, bəhmən şeyim var, xəstəliyim var, pandemiya başlayacaq, tez-tez bir-birimizə mesajlar atırıq ki, 5 ildən sonra Afrikadan təzə bir pandemiya gəlir. Sən öz ruhuna görə narahat ol. O pandemiyalar gələcək də, gedəcək də. Əsas odur, sən xilas olacaqsan, yoxsa yox. Xəstəlik məni öldürə də bilər, öldürməyə də bilər. Əsas məsələ mənim ölməyim deyil. Ölüm hamı üçün var. Ondan qorxmağa da dəyməz. Bu fizioloji bir prosesdir, təbiətdə olan bir prosesdir. Biz doğulmaqdan qorxuruq, yox. Ölümdən də görə qorxmayaq. Bizim narahat olduğumuz şey olmalıdır ki, biz öləndən sonra əbədi həyatımız olacaq, yoxsa yox. Biz Allahla olacaq, yoxsa əbədi cəhənnəmdə yanacaq. Və İsa Məsih üçün də o insan vacib idi, onun xilası, onun canı, onun bədəni yox. İndi baxın, bizim ətrafımızda da elə dostlarımız, elə tanışlarımız var ki, biz bilmirik onlar xilas olacaq, yoxsa olmayacaq. Əgər bilmirsinizsə, o 4 dost kimi onlar üçün dua eləyin, daim onlarla danışın, onları İsa'nın yanına gətirin. Ona görə yox ki, onlar nədənsə şəfa tapsınlar, borcları bağlansın, nə bilim, ev problemləri düzəlsin, həyat problemləri düzəlsin. Ona görə ki, onlar xilas olmalıdır. Yəni, hər birimiz o 4 dost olaq. Və müqəddəs kitabda bir insan da var. Hansı ki, o da iflic idi və o Yahudilərin Yerusəlimdə qoyun darvazasının yanında bir hovuzun kənarında uzanmışdı və 38 ildir gözləyirdi. Çünki o hovuzda belə bir möcüzə olurdu. Su gəlir, Rəbbin mələyi gəlirdi və suyu başlayırdı tərpətməyə. Həmin vaxtı kim o hovuza tullanırdısa, o şəfa alırdı. Və bu insan yazılıb ki, 38 ildə hovuzun kənarında gözləyir. Amma hər dəfə bu iflicdə axı tullana bilmir. Yəqin ki, yaxınları da gözlədilər 38 ilə kim qalacaq. Yaxınlar, qohumlar da ölüb gedib və insanın da ümidi yoxdur. Prosta uzanıb sadəcə suyun üzünə baxır, su tərpənir, hamı tullanır, hamı şəfa tapır, bu tapmır. Elə insanların yanına İsa Məsih özü gəlir. Əgər sən bugün ümidini itiribsənsə, əlvi üzübsənsə,
İsa'nı çağır və İsa Məsih sənin yanına gələcək. İsa Məsih sənin həyatına gələcək. Ona görə də şərt deyil ki, səni kimsə gətirsin ya gətirməsin. Şərt odur ki, sənin ürəyin dəyişməyi istəsin. Narahat olmayın. Fikriniz Allahın kəlamında olsun. Və bir yerdə var müqəddəs kitabda. Sonuncu xəstəlik haqqında danışacağım. Bu Luka İncili 17-ci fəsildə yazılıb. Burada 10 cüzamlı insan var. 10 cüzamlı insan gəlir və başlayır İsa Məsihi uzaqdan çağırmağa. Və çağırırlar ki, ustad, bizə rəhm elə. Və İsa Məsih onlara bir anın içində şəfa verir. Bir anın içində. Sadəcə gəlirlər və şəfanı alırlar. Cüzam da elə bir xəstəlikdir ki, onun hal-hazırdakı, 21-ci əsrdə yaşayırıq, indiyə kimi onun şəfası yoxdur. Cüzam tutdunsa, ömrünün axırına kimi çürüyə-çürüyə adam gedir. Adamın barmaqları tökülür, burnu düşür, qulaqları... Hardan hava dəyirsə insanın o yeri məhv olur, gedir. Biz bir dəfə Fəxrəddin qardaşla getmişdik cüzamlar üçün dua eləməyə. Birsiz hardadır? Bilməsi öz yaxşıdır. Onsuz da oraya nə avtobus gedir, heç bir şey getmir. Səhranın ortasına kimi getdik. Bir dənə balaca bir yerdir. Oranın özü belə artıq vahiməli idi. Yəni, faxı kimi deyib gülən adam orada deyib gülmürdü artıq. Böyle baxırdı qıraqlayıb, bura haradır? Biz hara gəldik? Cüzam ümidsizlik xəstəliyidir. Və İsa Məsih onlara deyir ki, gedin, özünüzü kahinə göstərin ki, artıq təmizləndiniz. Yolda gedəndə görürlər ki, artıq təmizləndilər. Və onlardan biri qayıdır İsa Məsihin yanına, yerə çökür və Rəbbə minnətdarlıq bildirir. Və İsa Məsih ondan soruşur ki, pak olanlar 10 nəfər deyildimi? Bəs qalan 9 adam vardadır. Bu yad 50-dən savayı geri dönüb Allaha izzət verən olmadı mı? Və sonra o adama deyir, qalx, get, imanın səni xilas etdi. Baxın, imanı onu xəstəlikdən yox, ha. İmanı onu cəhənnəmdən xilas elədi. İmanı onu həyat problemlərindən yox. Cüzamlar həyatda qovulmuş insanlar idi. Həyatdan izolyasiya olunan insanlar idi. Onları heç vaxtı cəmiyyətə buraxmırdılar. İndi də buraxmırlar. Amma ona xilas lazım idi. Və İsa ona deyir ki, get, imanın səni xilas elədi. İndi baxın, mən bayaqdan danışdığım şeylər, bir çoxumuz bugünkü gündə xəstəliyimiz var. Bir çoxumuzun bugünkü gündə həyatda problemi var, ailədə problemi var, ər-arvad problemi var, insanların, valideynlərin, övladları ilə problemi var. Amma o problemlər onun üçündür ki, biz İsa Məsihin yanına gələk. O problemlər onun üçündür ki, biz İsa Məsihdən istəyək. İstəyək ki, İsa Məsih bizi xilas eləsin. Yaxınımızı xilas eləsin. Kim üçün dua edirsə, onu xilas eləsin. Şəfası ola bilər, olsun olmasın. Amma İsa Məsihin istədiyi bizim şəfamız deyil, istədiyi bizim xilasımızdır. Və İsa Məsih burada çox maraqlı bir söz deyir. Bu söz təxmini bir 2-3 gün bundan qabaq, mən də böyük bir problem içində idim. İstəyirdim yatım və gecə saat 2-də mən birdən-birə yuxum qaçdı. Durdum və bu vəz gəldi həmin vaxtı mənə. Yoldaşım deyir, nə olub, deyirəm, sən yat, mənə vəz gəlib. Bir maraqlı söz deyir İsa Məsih, bu xəstələrin hər birisinə. Deyir, qalx. Hər birisinə deyir ki, qalx. Biz bu həyatda yıxılmaq heç kimdən yan keçmir, hamı yıxılır. Və müqəddəs kitabda yazılıb ki, Salih 7 dəfə yıxılar, amma 7 dəfə də qalxar. Ona görə də hansı vəziyyətdə olursansa ol, hansı çətinlikdə olursansa ol, hansı quyunun dibindəsənsə, Allah bu dəqiqə sənə deyir, qalx. Qalx. İsa Məsih sənə deyir, qalx.
Ola bilər ki, yaxınlarımız deyəcək ki, bu düzələn deyil. Mənim üçün də deyirdilər. Ola bilsin ki, kimsə, qıraqlar, qonşular, hətta imanlılar belə deyirlər ki, bu problem düzələn deyil. Sən düzələn deyilsən, sən dəyişməyəcəksən. Bu günah heç kimdən əl çəkmir. Hamı günahkardır, sən də pis gündə olacaqsan, amma İsa Məsih sənə deyir, qalx. Qalx, çünki imanın səni xilas edəcək. İmanın olsun. İmanını itirmə. Hansı vəziyyətdə olursan ol. Sən cüzamlı ol, xəstə ol, şil ol, küt ol, problemli ol, günahlı ol. Gəl İsa Məsihin ayağının altına. Tövbə elə və dəyiş. Və İsa Məsih səni mütləq dəyişəcək. Çünki dəyişməsəydi o sənə ümid sözlərini deməzdi. Yaşaya Peyğəmbərin kitabında yazılıb ki, qalx, işıqlan, çünki nurun gəldi. Rəbbin izzəti üzərivə gəldi. Budur dünyanı qaranlıq ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərivə nur saçacaq və izzəti səni əhatə eləyəcək. İsa gələn yerdə qaranlıq yoxdur. İsa olan həyatda qaranlıq yoxdur. Bizi bir çox şeylər istəyəcək qanımızı qaraltsın. Bizim bir çox şeylər istəyəcək gözümüzü qaraltsın. Bir çox şeylər istəyəcək sənin həyatını qaraltsın. Amma İsa olan həyatda nur var. Zərrə qədər də qaranlıq yoxdur. İsa Məsih olan həyatda məhəbbət var. Bilirsiniz nəyə görə? Çünki bizim bütün qaranlığımızı İsa Məsih öz üzərinə götürdü. İsa Məsih çarmıxa çəkilərkən yazılıb ki, dərin bir qaranlıq çöktü. O sənin qaranlığın idi. Mənim qaranlığım idi. O öz üzərinə götürdü. İsa Məsih çarmıqda olarkən ümidsizcəsinə deyir ki, ata, məni niyə tərk etdin? Ata onu tərk etdi ki, səni tərk etməsin. Göydə olan atamız İsa Məsihi qurban verdi ki, səni xilas eləsin. Öz oğlunu sənə görə qurban verdi ki, sən yaşayasan. Və İsa Məsih ölüb dirilməyi ilə ölümə qalib gəldi. O qaranlığa qalib gəldi. Sənin günahlarına qalib gəldi. Və sadəcə bir şey lazımdır bu həyatda. İsa Məsihlə yaşamaq. İsa'nın həyatını qəbul etmək. Ola bilər biz qəbul etmişik. Avtomatik olaraq elə bilirik ki, elə bir şey yanımızdadır. Amma sənin həyatın səni İsa'dan uzaqlaşdırıbsa, Allahdan uzaqlaşdırıbsa, bugün sənə o şans verilir. Və qalxasan, gələsən, tövbə eləyəsən və sənin həyatın dəyişsin. İsa Məsih sənin həyatını dəyişməyə qadirdir. Sənin daxili varlığı dəyişməyə qadirdir. Sənin həyatında o nuru saçmağa qadirdir. Çünki o nurun mənbəyi İsa Məsih özüdür. Sənin xilaskarın İsa Məsih özüdür. Və səni dəyişən, səni bərpa eləyən, səni ayaq üstə saxlayan, yıxılarkən sənə əl uzadıb səni qaldıran İsa Məsihdir. Səni dərinlikdən, problemlərin, xəstəliklərin, natəmizliklərin dərinliyindən əli ilə çıxardan İsa Məsihdir. Və o səni dəyişə bilər. İman eləyirsənsə, qalx və gör səni Rəbb necə dəyişəcək. Amin.